Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı və əyləncə dolu yeni il tamaşası evdə tək nümayiş olunacaq. Amerikalı kinorejissor Chris Columbus'un eyni adlı filminin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Zaur Əliyev, rejissoru isə Əmrah Dadaşovdur. Səhnə əsərində filmdəki kimi yeni ili başqa ölkədə qeyd etməyə gedən bir ailənin evdə unutduğu balaca oğlunun başına gələn hadisələri yer alıb. Sənə nə olub Kevin? O başladı. Evdə tək Azərbaycan teatrında ilk dəfədir ki səhnələşdirilir. Tamaşanın gənc rejissorları bu filmlə böyüdüklərini və onu hazırlamaqdan xüsusi zövq aldıqlarını deyirlər. Kino variantı başqadır, tamaşa variantı başqadır. Məxsusi dəyişikliklədik səhnə üçün. Texniki məsələlər də fərqli oldu. Orada məkanlar fərqli məkanlardır. Biz məkanları hamısını konspekt şəklində elədik. Hamısını bir səhnədə elədik və texniki məsələ ilə bunu həll elədik ki, kurğun fırlanması ilə, yəni dairənin səhnə dairəsinin fırlanması ilə, hansısa bir detalla. Açığı biz Zaurla bir neçə ildir ki, düşünürdük ki, bu filmin tamaşa versiyasını quraq və düşünürük ki, bu tamaşaçılar üçün çox maraqlı olar. Təkcə uşaqlar üçün deyil, hətta böyüklər üçün də maraqlı olar. Çünki biz uşaqlığımızın elə bir zamanını təsadüf eləyib ki, bu filmə dəfələrlə baxırdıq. Tamaşada baş rol alan Kevin obrazını 3 dublör oynayır. Vaxta çox az qaldığından azyaşlılar hər gün məşqlərdə iştirak edirlər. Biz bu tamaşada elə bil ki 3 nəfərik Kevin rolunda. Mən, mənim qardaşım Mironur Əlili və Həmidov Həmid. Biz bu tamaşanı əlimizdən gələn eləyirik ki, yaxşı oynayaq. Azərbaycanda birinci dəfə olduğu üçün mən orada birinci dəfə oynamaq istəyirdim. Tamaşada aparıcı rollardan biri də ana obrazıdır. Çünki məhz o övladını evdə unutduğu üçün film boyu özünü günahkar hesab edir. Səhnə əsərində bu rolun da bir neçə ifaçısı var. Mən həm də filmlərin dublyajı ilə məşğulam. Bu filmi dəfələrlə səsləndirmişəm. Həm ana obrazını, həm də Kevin obrazını. Bu dönəmlərdə həqiqətən beynimdən çox keçirdik. Yəni, yeni il qabağı yenə bu filmi verəcəklər yəqin ki. Birdən görəndə ki, bizdə teatrda bu tamaşa hazırlanacaq, çox sevindim. Və mənə də yenə də ana rolunu təklif elədilər. Mənim üçün bu ilk bir obrazdır ki, mən ana obrazını canlandıracağam. Bugünə qədər yeni ildə bir çox tamaşalar nümayiş etdirmişik, çox fərqli obrazlar canlandırmışıq. Amma bu dəfə ana obrazı mənə elə gəlir ki, ümumiyyətlə nəinki ana obrazı, bu tamaşa hər birimiz üçün çox fərqli olacaq. Ən dinamik və həyəcan verici anlar Kevin evdə tək qalandan sonra başlayır. Balaca qəhrəman oğrularla birgə macəradan macəraya keçid edir. Filmdə olduğu kimi tamaşada da oğruların fəallıq göstərdiyi maraqlı səhnələri görə biləcəyik. Tamaşa üçün təklif gələndə mən sevə-sevə qəbul elədim və oğru rolu da təbii ki, maraqlı, xarakterik roldur. Bunu da sevə-sevə canlandıracağam. Həmişə xarakterik rollar olaraq mən bir çox rollarda belə istifadə oluram aktyor kimi. Bu dəfə də mən yenə oğru rolunda Sübhan qardaşla bir yerdə Qarini mən oynayıram, Marvı Sübhan qardaş. Biz bir yerdə məqsədimiz oğurluqdur, gözəl oğurluq məqsədi ilə işimizi həyata keçirdə bilmirik təəssüf ki. Beləliklə, Milad günü çardaqda unudulan Kevinin macəralarını ilk dəfə Azərbaycan səhnəsində izləmək fürsətini siz də qaçırmayın. Tamaşa dekabrın 28-dən yanvarın 5-nədək nümayiş etdiriləcək. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.